Salam, real analizi izləyirsiniz. Bugün Türk Dövlətləri Təşkilatı bütün parametrlər üzrə çox önəmli bir təşkilat və struktur kimi özünü təsdiqləyir və bugün Türk ölkələrinin müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirir. Və eyni zamanda bugün qlobal ədalətsizliyin və həmçinin bərabərsizliyin hökm sürdüyü beynəlxalq hüququn siyasi qərarlar qarşısında ikinci plana keçdiyi bir dövrdə Türk Dövlətləri Təşkilatının mövcudluğu, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin bir-biri ilə dərin əməkdaşlığı dünyaya ədalət və barış vizyonunu bəxş edir. Bugün bu məsələ ətrafında müzakirə aparacağıq. Studiyamızın qonağı filologiya elmləri doktoru, analitik Natəvan Dəmirçioğludur. Natəvan xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun Natəvan xanım. Deməli, Türk Dövlətləri Təşkilatının biz bilirik ki, ümumi əhalisi 175 milyondan çoxdur və eyni zamanda Türk dövlətləri çox gənc bir demoqrafik struktura malikdir və bu gənc rəqəmsal nəsil ortaq bir mənəvi kültürel kod ətrafında birləşmək üçün hansı datalar, elmi və texnoloji məsələlərdə əməkdaşlıq edirlər, yəni hansı platformalar mövcuddur. Siz həm də bir elm adamısınız, o yüzden istəyirəm bunu geniş təhlil edək. Biz bu demoqrafik üstünlüyü qlobal rəqabətdə necə böyük bir gücə çeviririk? Tural müəllim, tamaşaçılarımızı da salamlayıram və siz çox əhatəli bir mövzu qoymusunuz. Türk Dövlətləri Birliyi hələ 2009-cu ildə yaradılanda hardasa 2024-23-ün bu göstəricisidir ki, 175 milyon onun əhalisi nəzərdə tutulur. Amma hal-hazırda artıq bunun 200 milyona yaxınlaşdığı qeyd olunur, bu rəsmi rəqəmdir və bunu müqayisə etsək, Azərbaycanın region dövlətlərindən, böyük dövlətlərlə, məsələn, Türkiyə ilə müqayisə eləsək, burada 86-88 milyon nəzərdə tutulur. İranın əhalisi, tutaq ki, 86 milyondur. Rusiya müharibədən əvvəl 120-140 milyon hesablanırdı. Bax, bununla müqayisədə görürsünüzmü, bu Türk Birliyi 200 milyon əhali, bu artıq çox ciddi bir rəqəmdir. Yer gəlmişkən biz görürük ki, bu iqtisadi əlaqələrdə də özünü göstərir. Və sizin tərtib etdiyiniz bu qrafikdə də o çox gözəl şəkildə öz əksini tapıb ki, bu hansı yerlərə qədər inkişaf eləyə bilir. Növbəti qrafiki verək. Amma bilirsiniz, burada bizim həm də genofondumuz sağlamdır. Yəni 200 milyon əhali deyə bilərsən, amma bu qocalan bir publikada ola bilər və müəyyən mənəvi aşınmalara məruz qalan bir publikada ola bilər. Amma burada söhbət sağlam genofonddan gedir. Belə olan surətdə əlbəttə biz bunu hal-hazır ki, innovatik və elmi müstəvidə bir çox müasir alətlərdən istifadə eləyərək daha da bunun birliyini, daha da bunun intensiv inkişafını sürətləndirə bilərik. Bu məsələnin bir tərəfi. İkinci tərəf isə bu mücərrəd və havadan yaranmış bir birlik deyil. Bu birliyin əsasında Türksoy var, bu birliyin əsasında Türkpa var, bu birliyin əsasında Uluslararası Bilim Akademisi var və sair təşkilatlar var. Yəni burada konkret olaraq bir müstəvi var. Məsələn, 7 Türk dövlətindən Türksoyda artıq 4 dövlət ciddi şəkildə təmsil olunur və 3-ü müşahidəçi qismində təmsil olunur. Eyni zamanda Bilim Akademiyasında 5 dövlət təmsil olunur. Türkiyə Dövlətləri Parlamenti Assambleyası var və bu da çox ciddi bir qurumdur. Burada da biz bir neçə Türk dövlətinin birləşdiyini görürük. Yəni, konkret olaraq sizin dediyiniz kimi burada təşkilatlar özünü göstərir, nəşrlər özünü göstərir. Eyni zamanda biz bunu internet üzərindən, yeni innovatik məkan üzərindən də daha çox sıxlaşdıra bilərik. Mən rica eləyəcəm, bizim birinci sualda növbəti bir qrafikimiz var. Rejissorumuz onu da ekrana gətirsin. Biz sizinlə danışdıq və həqiqətən böyük bir Türk ailəsi var. Böyük bir Türk ailəsi qarşıdadır və burada biz bu bayraqlarla desək, burada Azərbaycan, Türk,
Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızistan öz əksini tapır və əlbəttə gələcəkdə Şimali Kipr Türk Respublikası da yəqin ki, burada öz əksini artıq bilirik ki, Şimali Kipr Türk Cümhuriyyəti təşkilatın müşahidəçidir. Müşahidəçi qismində hal-hazırda orada təmsil olunur. Yəni bu böyük bir ailə deməkdir və bunun çox böyük bir perspektivləri var. Biz siyasi məqamlardan bəhs edirik. Əlbəttə ki, siyasi olaraq Türk dünyası böyük bir birliyin, vəhdətin, həmrəyliyin simvoludur. Amma həm də eyni zamanda elə birinci sualı verərkən, birinci qrafikdə də biz gördük, rəqəmlər də göstərir ki, TDT ölkələrinin ümumdaxili məhsulu artıq ümumilikdə 1,5 trilyon dollara yaxınlaşır ki, bu kifayət qədər önəmli bir rəqəmdir. Ümumiyyətlə, kültürel yaxınlığımız iqtisadiyyatda nə dərəcədə katalizator rolunu oynaya bilər? Yəni, sürətləndirici, təkan verici rol. Mən Real TV-nin efirindən bir dəfə də bunu söyləmişdim. Yəni, mədəniyyət həmişə başlanğıc verir. Düzdür, mədəniyyət həm də son düzənə çıxan bir dövrün alətidir, amma eyni zamanda ən uğurlu başlanğıcdır. Çünki inteqrasiyanın başlanğıcıdır, qloballaşmanın başlanğıcıdır, küresəlləşmənin başlanğıcıdır. İlk öndə mədəniyyət gəlir. Amma mədəniyyət təkcə öz yerində qalmır. Çünki bu dövlətlər bir güc olaraq yaxınlaşırlar və güc yaxınlaşanda şübhəsiz ki, iqtisadi birliyi də, iqtisadi inteqrasiyanı da zəruri eləyir. Və sizin qeyd etdiyiniz 1,5 trilyon daxili məhsulun göstəricisi, yenə biz bunu region dövlətlərindən müqayisə eləsək, görərik ki, kifayət qədər ciddi bir rəqəmdir. Həddindən artıq. Mən xahiş eləyəcəm, rejissorumuzdan o qrafiki də versin ekranda. Bəli, buyurun. Və bu demək göstərir ki, bu iqtisadi birlik çox böyük bir potensiyadan və çox böyük bir gələcəkdən xəbər verir. Natağa xanım, əsas bizim geniş sizlə müzakirə etmək istədiyimiz məqam təhsil və gənclər siyasəti çərçivəsində həyata keçirilən layihələrdir. Bilirik ki, universitetlər arası Orhun proqramı dediyimiz tələbə mübadiləsi proqramı mövcuddur. Eyni zamanda birgə gənclər düşərgələri gələcək nəsil üçün necə bir ortaq düşüncə platforması formalaşdırır? Siz həm də təhsil insansınız, istəyirəm bu barədə bir məlumat verəsiniz və yer gəlmişkən artıq 173 milyon rəqəmi var ki, vurğuluyuruq ki, bu rəqəm hətta artıq 200 milyonu da keçibdir. Hətta 173 milyon olduğu dövrdəki statistikalarda belə biz görürük ki, bütövlükdə Türk dünyasının əhalisi Almaniya və Fransa əhalisindən dəfələrlə çoxdur. Onların ikisinin cəmindən çoxdur və mən birinci suala cavabımda da o məqamı qeyd eləmişdim və burada da onu deməyi, vurğulamağı zəruri hesab eləyirəm ki, və Almaniya ilə Fransanın cəmindən çox olması təkcə kəmiyyət baxımından deyil, həm də burada keyfiyyət baxımındandır. Yəni, yeni gənclik nə dərəcədə fizioloji olaraq sağlamdır, mənəvi olaraq sağlamdır, eyni zamanda genofond olaraq sağlamdır. Bax, bu da çox ciddi məsələdir və bu baxımdan da artıq Türkiyənin həmin artımı, məsələn 175 milyondan 200 milyon civarına gəlib çıxmaq elə həmin o demoqrafik artımın bir göstəricisidir. Bu belə. İkincisinə qalanda elm və innovatik müstəvidə, platformada bunun artımı artıq çox realdır. Çünki dünya internet üzərindən və innovatik kəşflər üzərindən artıq bir müstəviyə gəldi. Və bir müstəviyə gəlmək bir zamanında şübhəsiz ki, bizim burada imkanlarımız genişlənir. Universitetlər arasında əlaqə, tələbə mübadilələri, elmi işlərin müzakirələri, müştərək elmi kəşflərin aparılması, eyni zamanda laborator təcrübələrin bir yerdə keçirilməsi, sınaq təcrübələrinin bir yerdə həyata keçirilməsi, eyni zamanda müxtəlif dövlətlərdə təhsil almaqla bərabər, eyni zamanda həm də elmi kəşflərin gündəmə gətirilməsi, bax bunların hamısı böyük bir birlikdən, böyük bir gücdən xəbər verir və şübhəsiz ki, bu təkcə mədəniyyətdə, elmdə və iqtisadiyyatda qalmayacaq. Biz proqnoz da verə bilərik ki, bu hətta sonraki hərbi birliklərə, hərbi gücə də gəlib çıxacaq və bu ən mühüm və ən son
nöqtələrdən biridir. Qrafikimizi dəyişməyi rica edəcəm və doğrudan da bu təhsil sahəsindəki əməkdaşlıq, yəni Türk Dövlətləri Təşkilatına üzv ölkələrin elm təhsil cəmiyyəsi ortaq çox tədbirlər keçirirlər. Bir çox bilirik ki, dərin masalar, konfranslar mövcuddur. Bir elm adamı kimi bu situasiyanı necə dəyərləndirirsiniz? Bu situasiya zamanın tələbidir. Yəni bu sosial sifarişdir. Bu kimlərinsə arzu etməyi və yaxud da ki, hansısa bir universitetin həyata keçirdiyi bir məsələ deyil. Bu artıq dövrün tələbidir ki, bu axın gəlir və özü ilə böyük bir nailiyyətlər gətirir. Bu elmin inkişafına kömək eləyir. Eyni zamanda elm inkişaf etdikdə həm də iqtisadiyyatı qaldırır, siyasəti formalaşdırır, eyni zamanda hərbi birliyi gündəmə gətirir. Vurğuladığınız kimi və doğrudan da görürük ki, bugün TDT ölkələri birlikdə Avropa, Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya və Anadolunu əhatə edən geniş geoiqtisadi məkan yaradır və təbii ki, iqtisadi, siyasi əlaqələr, kültürel və sizin vurğuladığınız təhsil elm sahəsindəki əlaqələri də dərinləşdirir və eyni zamanda Şərq-Qərb ilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi Türk ölkələrinin bunlar da böyük əhəmiyyətə malikdir və nəhayət Natavan xanım, bilirik ki, Türk Dövlətləri Təşkilatının Türk Dünyası 2040 sənədi var, vizyon sənədi var və orada qarşıya qoyulan bir sıra hədəflər var. Bütövlükdə növbəti 10 illikdə təşkilatın qlobal arenada daha da güclü, qlobal güc mərkəzinə çevrilməsi üçün ən kritik addım hansı sahələrdə atılmalıdır? Bilirsiniz, bu əsası olan bir birlikdir. Hələ ta qədimdə böyük İpək yolu var idi. Böyük İpək yolu Türk dünyasını birləşdirirdi. Eyni zamanda bu böyük bir coğrafi ərazini əhatə eləyirdi. Türk dünyası və bizim bu Anadoludan Qafqazlara qədər və Balkanlardan Xorasana qədər böyük bir coğrafi ərazini əhatə eləyirdi. Və nəzərdə tutaq ki, bu yol, təsəvvür edirsiniz, dəvə kərvanlarından, at arabalarından qət olunurdu. Amma var idi. Bu əlaqə, bu birlik var idi. Bugün kosmik sürətlə o yer əlbəttə bizim gözlədiyimiz və hədəflədiyimiz, onun uğrunda mübarizə apardığımız Zəngəzur dəhlizidir və Orta dəhlizdir. Bunlar artıq bizim həmin o birliyimizi, həmin o vahidliyimizi gətirir, reallığa çıxardır. Yəni bunun əsası var, ümumi Türk birliyi var və bu təkcə ümumi Türk dövlətlərini əhatə eləmir. Biz bunu dəfələrlə vurğulamalıyıq, hər dəfə vurğulamalıyıq ki, bu birlik, qədim İpək yolunun bərpası, hal-hazırda isə Orta dəhliz adlandırdığımız bu böyük proje, bu təkcə Türk dövlətlərinin xeyri deyil. Burada Çindən Avropaya qədər bütün dövlətlərin burada özünə məxsus dividendləri var və onları çox böyük gəlirlər, çox böyük üstünlüklər gözləyir. Bax, bunun hər kəs üçün prestijli olmağı, hər kəs üçün gərəkli olmağı onu göstərir ki, biz buna doğru getməliyik və buna doğru getdiyimizdə yollar realdır. Bunun yenə deyirəm ki, bunun hətta at arabasından və dəvə kərvanlarından üzü bu yana yolu varsa, biz bugünkü logistik imkanlarımızdan niyə də istifadə etməyək və bunu inkişaf elətdirmək həm mədəniyyətdə, həm siyasətdə, həm iqtisadiyyatda, həm də hərbidə böyük bir birlik əldə eləyə bilərik ki, bu heç bir ölkə ilə müqayisə olunacaq bir güc demək deyil. Bu son dərəcə böyük gücdür. Nəinki biz bunu dövlətlərlə müqayisə edəndə üstünlük görürük. Eyni zamanda bir çox beynəlxalq birliklər, artıq fəaliyyətləri iflasa uğramış beynəlxalq birliklər fonunda bu Türk birliyi, Türk Dövlətlər Birliyi çox perspektivli, çox sağlam, hər cəhətdən ideoloji sağlam, demoqrafik sağlam və nəsil cəhətdən sağlam olan bir birlik kimi özünü göstərir. Və qeyd elədiyimiz kimi Türk dünyası artıq yalnız bir mədəni layihə deyil, real iqtisadi güc mərkəzidir və imkanlarımız çox genişdir. Türk dünyası vizyonu 2040 sənədində də mən indi rejissorumuzdan xahiş edəcəm, ekrana gəlsin, o böyük bir hədəf var, bilirsiniz. Bəli. Və iqtisadi baxımdan mən hesab edirəm ki, o 2040-cı ilə qədər biz o 100 milyard hədəf qarşılıqlı ticarət dövriyyəsinə də çatacağıq. Amma istəyirəm yekunda qısa
qısa bir yekun vurasınız. Siz filoloqsuz. Dilçilik sahəsində də çox konferanslar keçirilir və bilirik ki, ümumiyyətlə bu sahədə də türk ölkələrinin filoloqları və alimləri bir-birinə böyük töhfələr verilir. İstəyirəm qısaca bu sahəyə də bir toxunasınız. Türk birliyi məsələsi, vahid türk əlifbası məsələsi bu bir neçə əsrlərdə dəfələrlə gündəmə gəlib və dəfələrlə hər dəfə gündəmə gələndə də bu və ya digər dərəcədə öz töhfələrini verib türk birliyi məsələsinə. Amma hal-hazırda bu daha realdır, çünki artıq innovatik imkanlar genişlənib, bizim yeni elmi texnoloji müstəvi buna cavab verir. Eyni zamanda dünyanın küresəlləşməsi özü buna təkan verir. Və bu baxımdan şübhəsiz ki, biz bu birliyi daha real edə biləcəyik və bu birliyin daha əyani nəticələri olacaq. Yəni bu sözdən əmələ keçiriləcək, hansı ki bu istiqamətdə də bir çox sözdən əmələ keçmə təzahürləri özünü göstərir. Bayaq adını çəkdiyimiz təşkilatlar Türksoyda, Türkpada, sonra Küresəl Elmi Akademiyada, bax bunlar hamısı bunun təzahürüdür və mən yer gəlmişkən onu da deyim ki, Uluslararası Türk Bilim Akademiyası bu il mənə professor titulu verdi, fəxri professor titulu. Bax bunun özü böyük bir doğmalıq, böyük bir yaxınlıq, böyük bir necə deyim, qaynayıb qarışmaq və birləşmək, yaxınlaşmaq, eyni məkana gəlmək, eyni bir platformaya gəlmək addımlarıdır və bunlar da çox təqdir olunmalı məsələlərdir. Mən bunun daşıyıcılarına da öz təşəkkürümü bildirirəm. Təşəkkür edirəm Natavan xanım, çox sağ olun. Mən sizə təşəkkür edirəm, çox sağ olun, maraqlı efirinizə görə minnətdarım. Xatırladım ki, bugün real analizdə biz Türk dünyası ətrafında müzakirə apardıq və əslində təbii ki, biz Türk Dövlətləri Təşkilatının siyasi-iqtisadi potensialı haqqında dəfələrlə danışmışıq, analizlər aparmışıq. Türk dünyasını birləşdirən TDT vahid bir platforma kimi bugün təkcə öz regionumuzda deyil, qlobal dünyada baş verən proseslərlə bağlı da kifayət qədər aktiv ölkələri özündə birləşdirir. Bugün Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin hər biri öz regionunda əsas güc mərkəzlərindən biri halına gəlib və təbii ki, bu qədər əhali, hansı ki biz danışarkən qrafiklərdə göstərdik, bu qədər iqtisadi göstəriciləri olan böyük bir təşkilatın qlobal anlamda da xaosa, xaotikliyə, eyni zamanda gələcəkdə qlobal iqtisadi proseslərlə bağlı baş verə biləcək hər hansı qeyri-müəyyənliklərdə həmişə aydın, pozitiv vizyonu var. Elə Türk Dünyası 2040 hədəf sənəti də TDT-nin bax bu qlobal dünyaya pozitiv qatqılarından və töhfələrindən biridir. Salamat qalın.